bilirsiniz ki bir baxımdan mizan və meyyarlardan ibarətdir. Quran təkcə şəriət deyil. Şəriət hökmləri, namaz, oruc, xums, zəkat, ticarət, alver və sair bıtavoy insanın məişət həyatı, yaşam tərzi hədəf deyil təkcə Quranda. Yəni biz deyək ki, ancaq Quran gəlib bizim bıtavoy həyatımızı tənzimləsin, halal haram desin, namaz, oruc, sair. Belə deyil. Quran, bəli, bu Quranda var. Bu Quranda mövcuddur. Quran bunu da götürüb öhdəsinə ki, insanın həyat tərzini düzəltsin. Amma bəzən Quran insanın həyat tərzi ilə deyil işi. Quranın mücadiləsi, mübarizəsi, islah proqramı. İnsanın yaşam tərzi deyil. Quran bəzən hədəf olaraq özü üçün insanın düşüncə meyyarlarını məqsəd götürür. Düşüncələri iləndir Quranın işi. İnsanın düşüncələri də bütün düşünən insanların yer üzündə düşüncə meyyarları var. Meyyar yəni ölçü, mizan, ölçü vahidi. Məsələn, mən bir ikisindən misal vurum, aydın olsun. Quran deyir ki, təxminən belə deyir. İki cür insan var. Bir, yemək, içmək, yatmaq, yemək, durmaq, nəsil artırmaq, bu kimi şeyləri əsas götürüb və bu əsasda düşünən insanlar beynində ancaq yemək, beynində ancaq evdir, təmirdir, nəqliyyatdır, qidalanmadır, paltardır. Beyni ancaq bununla yüklənir. Hər şeyə də o rakursdan baxır. Zalıma söz demir, mübarizə aparmır zalimla, hətta qəlbində də olmuş olsa, hətta ya. Mübarizənin üç növü var. Birinci növü, görsənən növü budur ki, elə fiziki mübarizə aparasın. Bacarmırsan, dilinlə mübarizə aparasın. Dilinlə onu ifşa edəsən. Harda oldun, dilin onun əleyhinə işləyə gerek. Dilin zülmü aşkar edə gerek. Onu da bacarmırsan, içində narazı olasan gerek. O lap aşağı həddi deyirəm, o içində narazı olmaqdır. Bəzi insanlar var, içində də narazı deyirlər. Deyəndə niyə? Deyir ki, çünki içində narazı olmağım mənim dünya həyatımdan ziddir. Ziddir. Ya bunu seçməliyim, ya onuyum, mən bunu seçirəm. Mənə yaxını budur. Ahirət, Allahla görüş, Allah huzuruna getmək, Allaha cavab vermək, bunlar nisiyədir. Mənə ən nəqdi övladımdır, ən nəqdi evimdir, özüməm. Nəqd budur. Sonra gəlir din, sonra gəlir filan şey. Quran deyir ki, görürsünüz, iki cür düşünənlər var. Ona görə Quran namaz davası eləmir insanla. Namaz davası eləmiş olsaydı, insan namaz qılmaqla hər şey bitsəydi, düzəlmiş hesab olsaydı, tarixin böyük cinayətlərini namaz qılanlar idi. Yahudi, Hristiyan durdu Gezidə, etiraz elədi. Hətta deyil, o suiqəst elədilər, öldürdülər o keşişi. Yezidin sarayında İmam Hüseynin qətlinə, yaralı başına Hristiyan durub etiraz edir. Keşiş. İslam dəyərləri ilə yox ha.
insanlıq dəyərləri ilə. Yoxsa düşürsünüz, bu nə işdir görürsünüz? Bunu balalarının gözünün qabağında bu günü qoymuşsunuz. Din lazımdır ki, bu insanlıqdan uzaq bir şeydir. Yəni bunu necə bu şəkildə bu cinayəti görmüsünüz? Biz İsa'nın uzun qulağının deyirlər ki, nalı. Nal, bilirsiniz də, nalı bizim əlimizdədir, xristiyanların əlində. O nalı biz Kəbəyə göndərmişik. Ki bu dəmir parçası Hz. İsa'nın üstündə istifadə eləməyib, uzun qulağının ayağında olan naldır deyə biz onu ziyarət edirik, təbərrük edirik. Siz Peyğəmbərimizin balasını bugünə qoymuşsunuz. Bu kişinin balalarını gözünün qabağında öldürmüşsünüz. Bunu da balalarının gözünün qabağında. Cinayətdir bu. Bəs deməli, Qur'an davası düşüncə meyyarları ilandır. Deməli, insanın düzəlməli olduğu şey düşüncəsinin meyyarlarıdır. Bugün gecə namazı qılan var ki, dünyada Amerikan cinayətlərini deyir ki, düzdür də, deyir. Düzdür, dirjavadır, elə deməli. Gecə namazı qılır. Bunun namazı xarab olub ya düşüncələri? Problem düşüncələrdədir. Ona görə çox təhlükəli şeydir. İnsan namaz qıla-qıla qeyri-İslami, qeyri-vəhyi patxod, qeyri-vəhyə söykənməyən bir düşüncə tərzi girə bilər, insanın beyninə otura bilər. Adam qəbrə gedəndə başa salacaqlar ki, bu nədir başına qoyub gəlmişsən bura? Düşüncələrimi hakim elədiyim, bax bu fikir səhv fikir. Sən düz yaşamamısan bu fikrindən. Gedib islah edib gələydim gerək bura. Vəlov namazın da olub, olsun da. Bəzi insanlar var ki, bu günlər mən eşitmişəm, çox narahat oldum. Namaz qılan adamdır, danışır. Söhbət düşdü Venezuelanın prezidentinin ailəsindən oğranılmasına. İndi mən bilmirəm o hansı dini yiyəsidir, yoldaşı bilmirəm kimdir, hər nədir, o tərəfindən işim yoxdur. Hər halda dünyada bir ölkənin qüdrəti, digər ölkənin rəhbərini evinin içindən arvad qarşı oğraması bu dünyada bunu göstərir ki, dəyər qalmayıb. Bu insanlıq dəyərlərinə sataşmaqdır artıq. Yəni bu bir dənə mesajdır bütün dünya ölkələrinə ki, atlanıb düşməyin. Evinizin içindən uğrayarıq siz arvadlarınızla. Bu söyüşdür. Bizim işimiz yoxdur o kimdir. Yezdəgir zalim padşah olur. Yezdəgir zalimdir da, tağut olur da, İran padşahı. Düzdür? Yezdəgirdin ailəsini əsir tutmuşdular. Gətirmişdilər Mədiniyə. Yezdəgir İran padşahıdır. Məlumdur ki, bizim ölçülərimizlə tağutdur. Və zalimdir. Peyğəmbərə baş əyməyib, məktubunu cırıb tullayan adam idi. Qəbul eləməyən adam idi. Vəh qəbul eləmirdi. Allah qəbul düşmən idi İslamla, Allahla. Amma nüanslar var burada. Dəyərlər var. O dəyərləri tapdalamaq olmaz. Hətta düşmən olsa belə. Əhliyalını gətirdilər. Qul kimi rəftar elədilər onlarla. Qul. Kölə kimi. Ömərin zamanında. Əli əleyhissalam etiraz elədi. Bu rəftara etiraz elədi. Dedi, bu diz rəftar deyil, bunlar zadəgandırlar. Hər halda bir ölkənin böyüklərinin qadınlarıdır bunlar. Biz burada insanlıq dəyərləri nə eləməliyik? Keçməməliyik onları. Biz bunlara ixtiyar qail olmalıyıq. Bunlar dinli batildir, Allahsızdır, heç. Bunun insanlıqda hüququ var hələ. İnsani hüquqlarını əlindən almayıblar ki bunu. Nasıl? Təklif verdi, evlənmək təklifini. Orada məsələn, Şəhrəbanu ki, Yezdəgirdin qızı idi. Hz. İmam Hüseyni öz seçimi ilə neynədi? Qəbul elədi və İmam Hüseyni həyat yoldaşı oldu Yezdəgirdin qızı. İmam bir xüsusi ehtiram. Bu gücsüz nədir? Bu dünya
dünya diplomatiya dilində bir dənə jestdir bir dənə. Əxlaqi və etiqadi bir jestdir. Biz bəzən elə başa düşürük ki, bir nəfər xristiandırsa, daha onu hər cür rəftar eləmək olar. Xeyr, belə deyil. Biz dostluqla əxlaqı bəzən səhv salırıq. Dostluq bir şeydir. Quran deyir sənə Yahudi ilə xristiyanla dost olma. Quran demir onunla bəd rəftar elə. Dost olmanı biz nə başa düşürük? Rəftarımız da agresiv olmalıdır, rəftarımız yuxarıdan aşağı olmalıdır. Xeyr. Əvvələn biz Peyğəmbərin və Əhl-i Beytin həyat tərzinə baxanda heç bir yerdə, heç bir imamın və Peyğəmbərin müxalif əqidənin sahibləri ilə əxlaqsız davranışını görmürük. Yoxdur belə bir nümunə. Əbu Hənifə məzhəb düzəltmişdi də, bilirsiniz. Əbbasilər nə düzəltmişdilər? Məzhəb düzəltmişdilər. Kimin qabağında? İmamətin qarşısında. Bu birbaşa bu ne idi? Neyle mübarizə idi? Elmi bir mübarizə idi. Kiminlə? Nə fərqi var? Elmi mübarizə, hərbi mübarizə, mədəni mübarizədir də. Bunlar Əhl-i Beytlə mübarizədə idilər. Elmi mübarizədir. Yəni soruşsalar ki, Əhl-i Sünnə məzhəblərinin yaranma səbəbi nədir? Yaranma səbəbidir Əhl-i Beyt məktəbinin qarşısında elmi mübarizə formasıdır. Bir var imamı tutup səhrada başını kesib mübarizə aparırsan. Bir de var imama dəymirsən. İmamın qarşısında yeni bir məktəb yaradırsan. Elmi məktəb açırsan. İkisi də eyni xidmət edir. Kərbəlada İmam Hüseynin başını kəsdin. Ya gəldin İmam Sadiq Aleyhisselamın məktəbinin qarşısında alternativ məktəb neynədin? Düzəltdin. Nəticə etibarıyla eyni zərbədir. Lazım deyil ki, orada da baş kəsəsən. O baş kəsmək nə üçün idi? O baş kəsməklər, uşaq öldürməklər, 6 aylığı öldürmək nə məqsəd daşıyırdı? Hədəf nə idi? Hədəf bu idi ki, Allahın qapısı insanların üzünə bağlansın. Düzdür? İmam Sadiqdə məzhəb nə xarakter daşıyırdı? Yenə də Əhl-i Beyt Aleyhisselamın qapısını eləməkdir. Camiyə, dünya cəmiyyətinə, insanlığa, bəşəriyyətə neynəmək? Bağlamaqdır. Hədəfə eynidə nə fərqi var? Üslublar fərq edir. Metodlar fərq edir. Bizim metodla işimiz yoxdur ki. Biz metodla baxmırıq işə. İşin nə ilə baxırıq? Hədəfi ilə. İşin hədəfinə bax. İxtisasın hədəfi nədir? Adın yalan koymuşsunuz, deyirsiniz ki, ixtisas alırıq. Adı budur ki, demokratiya. Adı odur. İxtisasın səbəbi İslamı aradan aparmalıdır. Mən bir dənə ölkədə ixtisas salıram. İctimai ixtisas salıram. O mövcud rejimi orada devirmək üçün. Düzdür? Hədəfim, adın koymuşam demokratiya, insan hüquqları. Adı budur. Amma hədəf o deyir axı. Hədəfi də hamı bilir ha. Qarnağır nədir? Qarnağır ilahi qanunların camiədən, ilahi qaydaların, qanunların hər hansı bir cəmiyyətdən reallığını çıxartmaqdır. Reallıqdan çıxartmaqdır. Bugün bir dənə cəmiyyətə real olaraq kimin qanunu tətbiq olunub? Qanuna riayət olunub, olunmur ayrı sözdür. Tətbiq kimindir? Allah'ın. Nə ilə dalaşırsan sən? Nə olmamaq üçün dalaşırsan? Allah'ın sözü olmasın. Onu da deyirsən şeytanın sözü olsun. Deməli, hədəfindən nə oldu? Biz insanları qulağı ilə, qaşı ilə, saqqalı ilə istəmirik tanıyaq. Biz insanları onun hədəfi ilə tanımaq istəyirik. İnsan həqiqətən hədəfi ilə tanınır. Siz bir nəfərin həqiqətini tanıyasınız, çalışın ki, hədəfini tanıyasınız. Hədəfin tanıdınız, özü tanınır, onun işi tanınır, açılır gül kimi onun işi. Mən möminçilikdə hədəfim nədir? Mən möminlərlə otururam, dost oluram. Dostlaşıram mömin cəmiyyət, girirəm mömin camiyyənin içinə.
Hədəfin nədir? Bunu geri hər kəs özü üçün müəyyən edir ki, mənim hədəfim nədir? Mənim hədəfim imkanlı adamlar tapmaqdır. Səhər öz məişət, butavoy həyatımda problemim olanda məsələlərimin çözülməsi üçünmü mən bugün mənə dini camiə interesindir, maraqlıdır. Yoxsa ki, nədir bu? Mən gör özümə sual verirəm. Bəs insanı, həqiqətini, hədəfindən başqa heç nə tam aşkar eləyə bilmir. Hədəflə. İnsan hədəfini tanıyır, özü də bilinəcək bilsin. Bilirsən ki, bunun hədəfi budur, məqsədi budur. Dindar olmağında məqsəd budur. İnsan var, ruhaninin yanında gəzir, nə üçün gəzir? Üst-nöş gəzir. Hədəfi İslama xidmət deyil, ha. Hədəfi budur ki, bunun yanında çox görsənsin. Bunun nüfuzu buna da yaxılsın biraz. Buna da yaxılsın. Səhər yaxşı borc ala bilir. Gedir birinin qapısına, o bir nəfər də mənim yanımda görüb də həmişə bu adamı. Gedirsən, o öz aləmində fikirləşir ki, o mömin olmasa, hacı onu yaxın bıraxmaz yanına. Məsələn, mən ya başqası. Fikirləşir ki, bu adamdır, deməli bu mömin iman əhli səhərdən axşamız ağzının yanındadır. Gedir deyir ki, məsələn, hacıya utanıram deyim, amma mənim bir dənə borcum var, filan pul verir. Aldı pulu çıxarır. Yox. Bəzi insanlar dini camiəyə bunun üçün soxulurlar. İşlərini həll eləmək üçün. İslam onların marağında deyil. İslam onların həyatları ilə səviyyəsində maraqlı ola biləcək bir şeydir. Sadəcə olaraq nə qədər məscidlər belə adamlar, nə qədər Hüseyniyələr belə adamlarla. İnsanın hədəfi neyini? Onu aşkar edir. Çox qəribədir. Quran-ı Kərimdə bir baxımdan Quran şəriət deyil, mizanlardır, ölçülərdir. Allah ölçülər verir. Məsələn, ölçülərdən biri. Quranın verdiyi ölçülərdən biri budur ki, zülm və ədalətsizliklə istənilən halda hər bir kəs mübarizə aparmalıdır. Öz həyatında bunun bir dənə mübarizə proqramı olmalıdır. İndi deyirsiniz ki, mübarizə ələ silah alıb güllə atmaqdır, xeyr. Mübarizənin bir növüdür o. Ona qədər mübarizə növləri var. Əgər düşmən sosial şəbəkədə oturub insani dəyərlərlə mübarizə aparırsa, qeyri-sağlam etiqadi və əqidələri orada yayırsa, cəmiyyətlə məşğuldursa, cavanlarla məşğuldursa, xüsusən də cavanlar barəsində düşmənin xüsusi bir proqramı varsa və bu istiqamətdə düşmən qəvidir və işləyirsə, müsəlmanlar niyə əllərini qoyublar əllərinin üstünə? O meydanda da mübarizə eləyənlər lazım. Mübarizə budur, əlinə silah alıb gelib səngərdə silah alsın. Media meydanında da bir sürü insanlar olmalıdır. Müsəlmanın, bizim öz adamlarımız orada nə eləməlidirlər? Onlarla mübarizə aparmalıdırlar. O tərəfi ifşa eləməlidirlər. Biz baxanda görürük ki, İslamın müqabilində olan meydanlar boş qalıb. O meydanlarda müqavimət yoxdur. Mübarizə yoxdur. Mədəniyyət gəlib girib evimizin içinə, evimizin içində biz o daxil olan qeyri-insani və qeyri-ilahi məarif və mədəniyyətlə mübarizəmiz yoxdur. Nə taktikamız var, nə strategiyamız var. Taktika ilə strategiyanın fərqi budur. Taktika ümumi hədəfə deyilir. Mənim düşmənlə vuruş taktikam olmalıdır. Taktikasız mən qələbə çala bilmərəm.
Taktika nəyə deyirlər? Taktika planlı hərəkətə deyilir. Strategiya isə hədəfəcən olan yola deyilir. Mənim bir dənə hədəfim olmalıdır. Mən başa düşməliyəm, düşmən hardan vurur? Harda oturub, hansı səngəri nişan alıb? Mən bilməliyəm onun məqsədi bugün nədir? Ola bilər ki, onun məqsədi olan yerdə döyürəm məni. O oradan kef eləyir. Orada onun qabağına çıxan yoxdur. Mən başımı aparıb soxmuşam qəbristanlığa İslamda. Səhərdən axşamadan ölülərlə işim. Məni Allah ölülərin yanında görmək istəmir. O da görmək istəyir. Niyə bəs orada döyürəm ölülərin yanındayım? Çünki düşməni mən oxumuram. Mümin, müsəlman, mütəməyyid, şiə düşmənini oxumalıdır. Düşmən neynəmək istəyir indi? Neynəmək istəyir? Mən o özümü qoyasan onun yerinə. Hardan gələrəm mən? Hücuma keçərəm. Hardan? Hara boşdur? O boşluqda mən gəlib oturmalıyam. Üstü qurmalıyım. Mən onu buradan gözləyirəm. O daldan gəlib vurur, qaçır. Mən bilməliyəm ki, düşmənin hədəfi nədir? Məqsədi nədir? Hardan gəlir? Necə gəlir? Alternativ yolları fikirləşməliyəm. Onun qabağına, onun metoduna əksində olan metodları düşünməliyəm. Onları bir yerinə qoymalıyam. Onları bir məqamlarını axtarıb tapmalıyım. Allah Teala bu ayədə neçə dənə ayə oxudum mən. Həzrət Əmir əl-Mömininlə əlaqəsi var deyənə oraya qədər bir iki dənə mətləb var, bunlara işarə edeyim. Bununla bərabər ki, bu ayələr Taha surəsindən 24-cü ayətdən bir 5-6 ayə üzü aşağı bunlar Əli əleyhissalamın şənindədir. Ondan əlavə həm də bugün real həyatımıza uyğun dərslər var bu ayədə. Bu dərslərə də işarə edeyim. Sonra Əli əleyhissalamın fəzilətini deyərik. Allah Teala bu işi izhəb. Get, dayanma. Bu izhəbdə söz var ha. İzhəb yəni qalx, get. Get üzərinə. İzhəb ila üzərinə. İzhəb get, dayanma. Müqavimət elə. Get üstünə. İla kimin üstünə? Firavuna. Get Firavunun üstünə. Niyə? Neyini Firavun? Nə iş görür Firavun? İnnehu təğa. Çünki o həqiqətən tüğyan eləyib, azğınlaşıbdır. İndi mən burada sual verirəm. Bu əxlaqi azğınlıqdır, yoxsa siyasi? Bu ayələr var, bunları oxuyurlar. Bunları eləyiblər, bu ayələrin içində elə sözlər var, müasir, siyasi mənada. Bu ayələrin hamısını eləyiblər, salıblar qəbristanlıq mollasına, səviyyəsinə, eləyiblər küftə iyi verib, baş çatlayır ayələr. Bu Musanın məsələsində elə sözlər var burada, elə təfsirlər var ki, pişmiş toğun gülməyi gəlir. Məsələn, vəhlül uqdətən min lisani ayəsi gəlir aşağıda. Allah'a deyir ki, ilahi pərvergara, mənim dilimdəki düyünü aç. Əhl-i sünnənin təfsirini oxumusunuz, bu ayənin təfsirini, mutfilimdir. Deyir, Həzrət İsa'nın dilində pəlteyliyi var idi. Dilinin üzündə danışırdı pəlteyi. Allah'a dedi ki, pəlteyliyimi remont elə, pəltey olmayayım. Amma ayənin mənası tamam başqa. Əslində Musa Allahdan ictimai, siyasi nöqteyi nəzərdən nitq və çatdırmaq qüdrəti istəyirdi. Bu özü bir dənə istedaddır. Bu bir dənə qabiliyyətdir. Siz baxın böyük alimlərin mənbərdə danışığına bir dənə baxın. Məsələn, çox uzağa getməyin. Rəhbərin bir dənə cavan yaşlarında nitq söyləmək kadrlarına baxın. Nitq eləmək. Camiənin içində, cəmiyyətin içində nitq eləmək qabiliyyətinə baxın. Bəsirətli, mənalı, canlı. Adam bəzən xütbə eləyir, xütbə canlıdır. Elə bir ki, kitabdan oxuysan zaman. Xütbənin şərti budur ki, canlı olmalıdır.
ruhi tərəfi güclü olmalıdır xutbənin. Danışmamalısan buna xatir ki, yola verim, danışım, yarım saatli sünnət xutboldur. Belə olmamalıdır. Allah Teala bir şey, İzhəb ilə Firavuna innehu təğa. Sual budur ki, Firavunun bu azğınlığı nə azğınlığı idi? İbadətdə azmışdı. İbadətdə azmışdı. Allah'a ibadət eləmirdi. Allah'ı tanımaqda azmışdı. Allah'ın yolunu getməkdə azmışdı. Əxlaqi azmaq idi. Nə azmışdı və azdırana çevrilmişdi. Bəzi azanlar azıblar, amma hələ azdırana çevrilməyiblər. Cəmiyyətdə çox adamlar azıblar, alqaşlardır, görürsən ki, şəhərin üstündə dolu uzanıblar qarın içinə. Azıb o, amma o azdıran deyil. Azıb. Özü üçün azıb. Amma azdıran səviyyəsinə gəlib çatmayıb. Biz azdıranın davasını edirik. Allah Teala demir, Musa, Firavun azıbdır. Allah Teala deyir, Firavun artıq keçib mübarizəyə, azdırana çevrilir. Sistem yaradıb, qanunlar yaradıb, adamlar tutub, maaşlar verir, pul xərcləyir, mexanizm qurub, azdırmağa. Bu fərqli bir şeydir. Bu, bir nəfərin gedib namazı tərk edib şərab içməyə başlaması azmağından deyil. Burada azdırmaq prioritetə çevrilib, azdırmaq qanuniləşib, azdırmaq metodikləşdirilib, azdırmağın bazası var, azdırmağın büdcəsi var, azdırmağın universitetləri açılıb, kadrlar hazırlanır ki, bunlar 10 il oxusunlar, ixtisas alsınlar Avropa universitetlərində, qayıtsınlar, gəlsinlər, bunların işi azdırmaq olacaq. Bu azdırmaq sistemindən söhbət gedir. Ya Musa, get Firavunun üstünə. Azıb nədir? İndi mən sual verirəm. Gündə nə qədər adam fərdi olaraq Allahın yolundan azır? Bunun mənası bir hamısını Allah Peyğəmbər ayırmalıdır. Belə çıxır. Hər azana bir dənə sual verirəm. Sübh namazına yatıb qalmaq, ruhi və mənəvi baxımdan azğınlıqdır yoxsa yox? Azğınlıqdır. Onu bir dənə mən hər sübh namazımı bir dənə Peyğəmbər göndərəydi Allah ki. Ged onu azıb, ged onu düzəlt. Deməli burada azmaq deyil məsələ, azdırmaqdır. Get Firavuna tərəf, artıq o azdırandır, mənim rübubiyyətimə qarşılıq olaraq. Allahın rübubiyyəti nədir? Sual verirəm, qanun göndərmək Allahın xaliqliyindəndir ya rübubiyyətindəndir? Rübubiyyətindəndir. Peyğəmbər təyin etmək Allahın xaliqliyindəndir ya rübubiyyətindəndir? İmam təyin eləmək Allahın rübubiyyətindəndir ya xaliqliyindəndir? Quran göndərmək rübubiyyətidir. Peyğəmbər göndərmək rübubiyyətidir. Hər zaman imam qərar verib yer üzündə qərarlaşdırmaq rübubiyyətindəndir. İnsan təliminə, əxlaqına Allahın müdaxilə etməsi rübubiyyətindəndir. Qaydaları insanlara tətbiq eləmək rübubiyyətindəndir. İndi bu rübubiyyəti ki bildik, baxın qarşı tərəfə. Onların peyğəmbərləri var. Var. Bugün istənilən məmləkətdə iblisin peyğəmbərləri var. İblisin peyğəmbərləri kimdir? İdeologları. Mənfi əqidənin, mənfi həyat tərzinin, mənfi əxlaqın, mənfi mədəniyyətin, mənfi dəyərlərin, sistematik təbliğatı, onun büdcəsinin mövcudluğu, Amerika ildə bilirsiniz neçə milyard, trilyard pul xərcləyir, əxlaqi dəyərlərin dəyişdirilməsinə. Əxlaqi, nравственный qanunların dəyişilməsinə, fəsadın yayılmasına, narkomaniyanın artmasına. Buna bir sürü pul xərclənir. Bunlar kimdir bəs? Bu pulu kim xərcləyir, kimə xərclənir? Bunların mütəxəssisləri harda oxutdurulur? Deməli, qarşı tərəfdə də nə var? Necə biz deyirik bu tərəfin
peyğəmbərləri var. Necə biz deyirik bu tərəfi Allah yiyəsiz buraxmıyor. Necə biz deyirik bu tərəfin sistemi var. Bu tərəfdə müştəhidlər var, kitablar var, ədəbiyyatlar var, möminlər var, sərkərdələr var. Bu tərəfin kadrları var. Baxın görürsünüz ki, o birisi tərəfində kadrlar var. Allah Teala Musaya demir, get azanları namaza getir, get Firavunu namaza getir. Deyir, get Firavunun sistemin darmadağın elə. Get onun qurduğu dəyərləri alt üst elə. Onun qurduğu mexanizmi dağıt. Musa da gəlir. İndi dağıtmaq üçün dağıdanın şərtləri nə olmalıdır? Dağıdan hansı şərtlərə malik olmalıdır? Mübarizə əhlinin sifətləri var bu ayələrdə. Kim istəyir öyrənsin ki, mübarizə əhlinin hansı xüsusiyyətləri olmalıdır? Camiədə iblisin vilayəti ilə hansı formada mübarizə aparmaq lazımdır? Bu ayələri oxusun, bircə dəyərləri deyir Allah. Musanın dilicən deyir özü də. 1. Qalə Rəbbi şrəhli sadri. Sadri yəni köksüm, sinəm. İşrah yəni genişləndir. Şərh. Şərh yəni genişlənmə. Böyüt. Pıcı, böyüt, genişləndir. İşrah. İlahi, mənim sinəmi genişləndir. Sinə burada fiziki mənada olan sinədən getmir. Bu deyil. Yəni, mənim səbir və hövsələmi neynə? Böyüt. Niyə? Mübarizədə qarşı tərəfin vurmaq yerləri, qarşı tərəfin vurmaq yerləri sənin hövsələ və səbründədir. Oradan vurur həmişə. Mən burada bir dənə şey düşüb yadıma, onu deyim. Qısa sözdür, qəşəng oturur yerinə, bunu izah edəcək, keçəcəm o birisi dəyərə. Bilirsiniz, Vəhşi Həbəşi, Yezidin nənəsi ki, Hind, bu adamı gətizdirdi xüsusi olaraq, killer idi bu, pul verdi, gətizdirdi Məhciyə, Uhud döyüşünə, pulla, böyük pulla. Böyük, neçə dənə şey demişdi, pul verəcəyəm, tarixdə var, neçə, o vaxtın ən puldan da bahalı şey, ipəymiş, qumaş. O dövrlərdə qumaş ələ düşən, indi necə şuba giyinir, bahalı, o vaxtda qumaş imiş. Ətirlə, hətta dövləti alanda, müharibədə udanda, töyüzünü şey qoyurdular, ipək verəcəksən. Məsələn, neçə ton ipək verəcəksən. Məsələn, Şah Abbasın Osmanlı İmperiyasının bağladığı müqavilədə, Ərdəbildə bağlanan müqavilədə ki, əvvəl çəkildi dala, bütün Azərbaycanı verdi Osmanlıya, çəkildi birinci müqavilədə. O müqavilədə neçə min ton ipək parça verməli idi. Əmtə olaraq. O vaxt çox bahalı bir şeydir bu. Neçə metr qumaş dedi verəcəyəm sənə. Nə qədər pul verəcəm, tarixdə var, mənim dəqiq olaraq var tarixdə. Bir də azad edəcəm. Bir də azad edəcəm səni, bir də yatacam səndən. 3 dənə adamı öldür. Üçündən birini öldür. Yəni, bugün Məkkədə bizim qurduğumuz sistem 3 nəfərə görə qabağa gedə bilmir. Bu 3 nəfər getsə iş yanacaq. Təsəvvürün bu nə deməkdir? Həmişə belə olur. Düşmən birinci olaraq zəsiqqət edir ki, yük neyin boynundadır? Onları vırır və salam. Batızdırdı xeyli. Çünki çox şey bəzən diri qalır 3 nəfərin çiynində, 2 nəfərin çiynində. Hamı İslama çiyin ola bilməz. Bunu biz yadda saxlamalıyıq. Ona görə heç kəsi qınamaq lazım deyil ki, gəlmir araya, gəlməsin, gəlməyəcək onsuzdur. Tarix boyu 3 dənə, 4 dənə adamın çiynində olur hər şey.
Hamın çiyninə girə, tabutun altına hamı girə bilir. Kimə də qismət olub o çiyin vermək, fəxr eləsin gerək o. Allah onun çiyninə qoyur. Çox mühüm məsələdir. Görsən necə vurur? Kimin çiynindədir? Onları müəyyənləşdirdi. Bütün Əli əleyhissalamın zamanında, bütün ilahi və Allahın yeryüzündə olan mexanizmi kimin çiynindəydi? Əmir əl-Möminin çiynindəydi. Bəs Əmir əl-Möminin vilayəti kimin çiynindəydi? Yarısı Əmmarın çiynindəydi, yarısı da Malikəşlərin çiynindəydi. Hardan deyirəm bu sözü? Düşmən deyir bu sözü, mən demirəm. Düşmən deyir. Siffeyndə Əmmarı öldürdük, gülür özü Muaviyə. Əlinin sağ qolunu kestim, sol qolunu kestim. Malikəşləri öldürəndən, şəhid eləyəndən sonra güldü, qəhqəhə çəkdirdi, sağ əlində kestim. Da, Əli əlsizdir. Əlsiz adamla mübarizə aparmaq rahatdır ya əlli. Həbəş var idi, o neyi görsün? Efiopiyadan gətizdirilmişdi o. Həbəş idi. Bu, vəhşi. O çox qəşəng nizə atırdı, metqası idi. Bunları deyəndə ona, birinci dedi ki, bacarırsan əgər, birinci hədəf Peyğəmbərdir. Gördün onu bacara bilmirsən, ikinci hədəf Əlidir. Gördün nə Peyğəmbəri vura bilirsən, nə əlini vura, heç olmasa Həmzəni vur. Belə adamın içindən 3 nəfər deyir, düşmən deyir. Deməli, düşmən daha yaxşı görür İslamın payələri hardadır. Deməli, düşmən daha yaxşı görür onu. Kimin sayəsindədir İslam? Həbəşdən soruşdular ki, sonra İslam Məkkəni fəth eləyəndən sonra bunu gətirdilər. Peyğəmbər qəbul eləmədi onu. Dedi, geçsin, yaşasın, İslam iman getirir. Amma o gözümə görsənməsin. Həbəşi azad elədilər, öldürmədilər. Dəxil düşdülər, Peyğəmbərə şəfaət elədilər, dedilər ki, biz iman getirib, tövbə eləyib. Ulan yəqət qəbul, amma gözümə görsənməsin. Dağ çəkir mənim ürəyimə o. Peyğəmbər balaca şey üçün narahat olan kişi deyildi. İndi görün, Həmzə kimdir ki, Peyğəmbər üçün və Allah üçün, İslam üçün, nabodi şəxsiyyət. Peyğəmbər deyir, gözümə görsənməsin. Mənim əzizim, bunu rəhmətən lil aləmin deyir, ha. Aləmlərə rəhmət olan mərhəmətin, rəhmin ən yuxarı səviyyəsində deyənən adam deyir ki, gözümə görsənməsin. Bu bizə neyi göstərir? Şəhid olanın məqamını göstərir. Həmzə gör nəymiş? Ki, Peyğəmbər deyir, gözümə görsənməsin. Ona sual verdilər Həbəşə. Dedilər ki, sən niyə Həmzəni vurdun? Özü deyir bu adam. Deyir, mən birinci Peyğəmbərə aldım nişan. Döyüşdə yanaşdım Peyğəmbərə. Gördüm ki, Peyğəmbərin mühafizəsi sistemi, müminlərin, müsəlmanların öz Peyğəmbərlərinə nisbətdə çox ayıbdır. O, barduru keçə bilmədi. Gördüm, dəhşət mühafizə olunur. Sağı, solu adam. Özü də hələ belə adamlar yox, diqqətlidirlər. Gördüm, yox. Burada mənim oxum deyməyəcək. Nizəm deyməyəcək. Özümü də öldürəcəklər. Bu mümkünsüzdür. Müdafiəsi çox güclüdür. Kim tərəfindən? Ətrafı tərəfindən. Deyir, onda fikirləşdim ki, bu əlini vurur. Baxdım, gördüm ki, əlinin özünün, Peyğəmbər deyir axı Əli əleyhissalam ki, o sevənlər hər halda yürüsün ətrafına. Gördüm ki, əlinin müdafiəsi yoxdur, amma özünə müdafiədir. Düşmənin sözünə bax, ha, deyir, baxdım, bax, belə zirək olasan. Deyir, gördüm ki, o qədər bu diqqətlidir ki, sanki arxada da gözü var kimi döyüşür. Gördüm, mümkündür. Arxadan da atsan mümkündür.
Amma baxdım Həmzəyə, gördüm şir kimi vuruşur. Ancaq qabağa, arxaya baxmır. Arxası boşdur. Tapdım oradan bunu. İndi bu sözün üstündə nələr var ki? İndi gör möminlər necə olmalıdır. Mömin öz cəmiyyətində yaşamalıdır. Qabağı görən və arxanı da görməlidir. Görməyə bilməz. Xüsusən vilayət mövzularında çox diqqətli olmalıdır. Çünki bugün vilayət mövzularında düşmənin bir nömrə, mənim öz praktikamdan deyirəm bu sözü sizə, öz gördüyüm, öz yaşadığım praktikadan deyirəm, ağlınıza gəlməyəcək dərəcədə insanları vilayətçilərin içinə soxurlar. Burada bilmirəm, Azərbaycanda dəhşətdir bu proses. İndi möminlər nə qədər oyaq olmalıdır? Hər jestdən başa düşməlidirlər ki, bu nə idi? Düşmən də avamdır, bilirsiniz də. Düşmən gicdir, səfehdir. Bunu mən demirəm, İmam Səccad deyir. Deyir, diqqətli olsunuz, onlar səhv bıraxa gedirlər. Düşmən Allaha ki söykənməyir, hilənin üzərindəki diyanı səfehdir, ağıl işləmir. Çünki ağıl olsaydı, Allah tanıyardı da. Səhvlər bıraxır, biz diqqətsizlik deyənə onların tədbirləri nədir? Həyata keçir. Diqqətli olsa, olan heç bir tədbirlərini eləməlidir. Həyata keçməlidir. Heç bir planlar həyata keçməlidir. Deyir ki, İlahi Pərverdigar, mənə səbir və hövsələ ver. Deməli, mübarizədə səbir və hövsələ mühümdür. Qarşı tərəf sənin yoxlayar, analiz eləyər ki, səbirsizliyin var. Oradan sənə haqq ola-ola, sən haqq ola-ola, düz ola-ola, cəmiyyətdə sən yalansız xardalır. Neydən? Səbirsizliyin üzərində qurar öz işini. Məsələn, Peyğəmbərin səbri hara? Peyğəmbər kim düşmənsi idi? Onlara deyir, danışın, tam danışın, qutarın, sonra mən danışın. Nə rahatdır psixoloji baxımdan. Biz o cür deyirik. Biz iki mömin bir-birinə, mən çox görmüşəm ha, limondan danışırlar, baş açmaq olmur. Bu nə buna qulaq asır, nə danışır? İkisi də eyni sözü danışır bəzən. Heç ixtilaf da yoxdur aralarında. Amma bu özünkini yeridir, o özünkini yeridir, söndürür ixtilafa, mübahisəyə. Amma saxlayırsan onlara ki, qardaş, siz ikisiniz də eyni sözü deyirsiniz, bir yandan. Xəbəriniz yox deyib, eyni şeyi deyirsiniz, sadəcə qulaq asmışsınız bir-birinizə. Və yəssirli əmri, işimi asanlaşdır. Vəhlul uqdətən min lisani, nitqimin düyünlərin aç, mən cəmiyyətlə məntiqli danışa bilim. Mən məclisdə danışanda cəmaat axırda deməsin ki, bu nə qaçıqladı, bu nə nağıl danışırdı cəmaata, bu nə danışırdı. 500-dən adam yürüşür, 500 nəfərin içində elə tema seçilməlidir danışılmağa şey. Onlar hamısı təzə bir şey eşitsin. Ya deməsinlər ki, bu nə nağıl danışır ya bu. Cəmiyyət. Təəssüflər olsun ki, təbliğatda bu şeylər gözlənilmir. Öyle söhbətlər olunur ki, adi cəmaat dindar deyil, amma ziyalıdır axı bu. Bu hər halda məntiq var, bu savadı var bu adamın. Qulaq asır ki, bu nədir? Bu İslamdır, bu dindir. Musa deyir, yox, İlahi Pərverdigar, mənə danışmaq qabiliyyəti ver. Elə bir danışmaq istedadı ver ki, o nitq heç kimdə olmasın ki, mən onları cəlb edeyim. Cəlb edeyim. Böyük alimlərdən biri var idi, yox, elə var. Çox güclü natiqlik qabiliyyəti var o adamın. Elə bir Allah onu bəxş edir. Özü deyirdi ki, bu mənə bibimdən qalıb.
Onun bibisi böyük seyyidələrdən idi. Tanınmış Ərdəbil seyyidlərindəndir bunlar, nəsilləri. Möminə xatun olub. Gecə namazı qılan, filan, Rübənddə, Zatda, çox mömin adam olub. Gedib İmam Rızanın hərəminə bu adam, bu xanım. İndi bu biraz qeybi bir məsələlər var, bu da ola bilər sizə qəribə gəlsin. Hal əhlidir deyənə danışıram bunu. Bəzi şeylər, elə şey var ki, onu auditoriya danışmaq olmaz. Bura hamısı mömindir, deyirəm. Deyir ki, hərəmdə adam çox idi, sürtünmə çox idi. Qaynayırdı hərəm. Həya və abrından o getməmişdi İmam Rızanı ziyarət eləməli. Oteldən ziyarət eləmişdi, girməmişdi o şeyə. Sürtünü, qadın deyir, indi kişi qadına, o vaxt indi indiki kimi olmayıb da qəşəng. Elə qatışıq imiş, Məkkədəki kimi imiş. Ona deyir, səhərsi gün kimsə gətirib o səhərlərə 3 dənə xurma vermişdi ona. İmam Rızanın payı kimi. O xurmanın deyir, o alimdir ki, birini mən yemişəm. Deyir ki, o xurmadan sonra mənə elə bir istedad verildi, danışmaq istedadı. Kimin bəxşidir? İmam Rıza Aleyhisselamın bəxşişidir. Çox işlər var, məsələn. Alim var, danışırdı, öz dilindən eşitmişəm. Məkkədə getmişdik həccə. Biz Məkkədə, mənim Məkkə yoldaşım idi, o da Hüccətül İslam vəl Müslümin alim idi, mən də alim idim deyir. Bizi Vəhabilər onda 70-ci ildə öldürmüşlər neçə dənə, 100 neçə dənə Vəhabinin şiəni Kəbədə. Orada deyir, çıxanda deyir, bizi oğradılar Vəhabilər. Bildilər şiə alimləri oğramışlar bizi. O seyyid, o alim möhlət istəyib onlardan ki, öldürməyə də. Möhlət istəyib, mənə imkan verin, 2 rəkət namaz verin. Özü danışırmış. Getdim səcdiyə, ayıldım ki, qumdayım. İndi bunu deyirsiniz ki, bu nətər ola bilər? Necə baş verir? Bunlar bir sıra məsələlərdir ki, elmi şəkildə isbatı var. Sakit bu məclisin neyidir? Mövzusudur. Dəlilləri var, sübutları var. Necə baş verə bilər, hansı formada baş verə bilər, necə ola bilər? Vəhlul uqdətən min lisani yefqahu qavli. Mənim danışığıma başa düşülməklik xüsusiyyəti verir. Yüngül elə. Vəcəlli vəzirən min əhli. Və bu işdə Fir'onun mexanizmi ilə, sistemi ilə mübarizədə mənə köməkçi ver, vəzir ver. Buradan başa düşülür ki, mübarizə əhlinin köməkçiyə nəyi var? Ehtiyacı var. Və heç bir peyğəmbər vəsisiz olmuyor. Bir mənə vəsi ver, vəzir ver mənə. Arxa dayağım olsun. Xüsusi adam ver. Özü də deyir, nədən ver? Kimdən gəldi yox. Əhlimdən ver. Əhlimdən yəni əqrəbamdan yox ha. Qovm əqrəbəmdən yox ha. Qur'anın məntiqində əhl kəlməsi məna olmalıdır. Quran əhl deyəndə atadan, anadan bir qohumluq, əqrəba birləşmələrinə demir. Məsələn, Həzrət Nuhla Allah danışanda Nuhun Kənan adında oğlu ki, qəbul eləmədi Allah Teala'nı, dedi, mən özüm xilas olacağım aləmdə, bu tufandan. O batır da, Nuhun gözünün qabağında o həlak olur. Həlak olanda Allah Teala orada söz işlədi. Deyir, narahat olma, o sənin əhlindən deyildi. Necə əhlindən deyil? Belindən gələn uşaq necə əhlindən olmaya bilər?
Bəs kimdir mənim əhlim? Hə, Quranın məntiqində yer kürəsinin bu tərəfində yaşayan adam 20 min kilometrdir də bir tərəfi. 40-dır. Yarısı nədir? 20 min. Elə bir Antarktidadan Arktikaya nə qədərdir məsələn? 20 min. Bir dənə adam Antarktidada yaşayır, bir dənə Arktikada. Mümkündür bunlar əhl olsunlar. Qohumluq əlaqələrdə olmasın. Bir millətdən də olmasın. Eyni yerdə yaşamasın, tam fərqli yerlərdə. Neynə bunlar əhl olur? Həm düşüncə, həm etiqad, həm dünya görüşü, həm miravazreyniya, həm nirav mənəviyyat uyğunluğu, həm əməl uyğunluğu. Bunları nə edə bilir? Əhli eləyə bilir. Ona görə Musa deyir ki, ilahi, mənə vəzir ver, əhlim olmayandan yox. Mənə vəziri fasiqdən vermə, inir mən fasiqdən. Fasıq gələcək, dünya fikirləşəcək. Mənə vəzir əhlimdən ver, məni kimisindən ver. Harunə, əxi, qardaşım, Haruni, ne üçün? Niyə? Oşdud bihi əzri. Əzri, yəni arxam. Uşdud, yəni şiddətləndir. Uşdud, yəni möhkəm et. Arxamı möhkəmlət. Kiminə? Harunun vasitəsilə. Kimdir Harun? Qardaşı. Kimdir Harun? Əhli. Kimdir Harun? Vəziri. Sonra deyir ki, və əşrikhu və şərik elə. Şərik elə. Şərik elə, ortaq elə. Fi əmri. Onu mənim peyğəmbərlik missiyama. Mən indi sual verirəm. Həzrət Peyğəmbərin yanında nə qədər səhabə var idi? Çoxum. Onlar Peyğəmbərin peyğəmbərliyinə ortaq da ördülər. Sən Peyğəmbərə iman getirmirsən 21-ci əsrdə. Peyğəmbərin peyğəmbərliyinə ortaqsan, yox. Peyğəmbərin ümmətindənsən. Qiyamətin gündə ümmət kimi gələcəksən. Sənin Peyğəmbərlə olan atnaşıyla Peyğəmbərlə ümmət və Peyğəmbər atnaşıysıdır. Sən hələ o boyda olmamısan ki, Peyğəmbərin peyğəmbərliyində ortaq olasın. Deyir ki, mənim peyğəmbərliyimə neynə gilən onu? Ortaq elə, şərik elə onu. Sonra buyur ki, kəy nusabbihukə kəsirən. Pak sifətlərlə çox məd edək və pak bilək. Və mənim səni duam və səndən olan ilahi, səndən olan rabitəmdə də bizi eyni elə. O rabitədə o da həmən formada rabitə tutsun. Mən Peyğəmbərlə necə təsbih edirəm Allah'ı? O da o şəkildə təsbih edir. Diqqət edin. Neçə dənə xüsusiyyət oldu? İbadətdə bərabərlik. Nübüvvətdə bərabərlik. Nübüvvətdə şəriklik. Arxa dayaq olmaqda meyyar. Qardaş, əhli və vəziri. 6 dənə xüsusiyyət bu ayədə nədir? Mövcuddur. Həzrət Peyğəmbər buyurur. Ya Ali, Ya Ali. Hədis bu cürədir. Ya Ali, ey Ali, əntə sən bimənziləti mənə nisbətdə Haruna min Musa binisbəti Haruna min Musa Harunun Musaya olan nisbətindəsən. Əgər bu hədislə bu ayəyə giriş eləsək, nəticəsi budur ki, Əli Peyğəmbərə ibadətdə bərabərdir, nübüvvətdə ortaqdır, qardaşdır, arxa dayaqdır, Əli onun əhlidir,
əhli dediyimiz mənada və Əli onun vəziridir. Əssalamu aleykum və rəhmətullah. Allah. Salavat edin. Allahümme salli ala Muhammed